Salam yoldaşlar. Demək, biz bugün danışacağıq agreement mövzusu. Agreement mübtəda xəbər uzlaşmasıdır. Mübtəda xəbər uzlaşmasında əsas bilməli olduğumuz qaydalardan biri budur ki, sonu izlə bitirsə, s ilə bitirsə, isdir, wasdır, hasdır, feilin sonuna s şəkildə artırılırsa, bunlar xəbər təki bildirirlər. Amma aredır, were'dir, have'dir və yaxud da feil sadə şəkildə gəlibsə, bunda cəmi bildirirlər. Uşaqları çaşdıran nədir? Deyirlər ki, məsələn, pen sözünə s artıranda qələm olur qələmlər. Fikirləşirlər ki, feilin də sonuna s artıranda o da cəmlədir. Xeyr, belə deyil. İsmin sonuna s artıranda isim cəmi bildirir. Amma feilin sonuna s artıranda feil təki bildirir. Bu qaydanı çox vacibdir bilin. Və birinci sualıma baxıram. Blue jeans. Söhbət burada cinsdən gedir. Cins də cəmdə olan isimdir. Ümumiyyətlə cinsdir, trousersdir, glassesdir, scissorsdir. Yəni iki hissədən ibarət olan isimlər var ki, bunlar həmişə cəmdə olurlar. Məsələn, trousers da cəmdədir. Ona görə xəbəri cəmdə vermək lazımdır. Vozu izi çıxıram, B variantını götürürəm. Vozu izi çıxıram, yəni 3-4C variantını götürürəm. Üçüncü sual isə çox vacib qaydalardan biridir. Yazı saxlayın ki, söz önü varsa ifadədə, söz önü ifadələrdə əsas tərəf birinci tərəf götürür. Yəni biz parka baxmayacağıq, biz trees, ağaclar sözünə baxacağıq. Onda isə cavabı B variantı götürəcəyik. Dördüncü sualda isə a number of-un xəbəri həmişə cəmdə olur, the number of-un xəbəri həmişə təkdə olur. Bu əsas qaydalardan biridir. Elə bilin ki, bu agreement mövzusu biləməli olanda əsas bunu bilməlisiniz ki, söz önü ifadələr əsas tərəf birinci tərəfdir. Sonra bu qaydanı, sonra a number of, the number of qaydasını bilmək lazımdır ki, a number of-un xəbəri həmişə cəmdə olur, the number of-un xəbəri həmişə təkdə olur. Bir də xəbəri tək olub cəmi tanımaq lazımdır. Və salam, məsələn, dördüncü sualda a number of gördün, cəmi götür, getir. Həzi çıx, s-i çıx, çünki təkli bildirirlər axı onlar. 1-2-B variantı. Beşinci sualda yenə a number of var. Həzi çıxıram, feilin sonuna s artıranda, onlar təkli bildirirlər deyə 1-3-C variantı. Altıncı sualda söz önü var. Söz önü birləşmələrdə əsas tərəf birinci tərəfdir. The poor kasıblar deməkdir. Ümumiyyətlə, sifətin qarşısına z artıqlı artıranda o isimləşir və cəmi bildirir. Məsələn, the poor, the rich, kasıblar vardılar. Nəysə, var, kasıblar burada təkdə, cəmdədir deyə təkləri çıxıram. Təklər isə s ilə olanlar idi. Götürürəm 1-4-5-ə, yəni C variantına. 7-ci suallar da yenə nədir? Söz önü ifadələr əsas tərəf birinci tərəfdir. The old, qocalar deməkdir. Qocalar sözü cəmdə olduğuna görə izi, voza çıxıram. Cavabım qalır 2-3-5-B variantı. 8-ci sualda söz önü ifadələrdə əsas tərəf birinci tərəfdir. Close isə baxacam. Close sözdə cəmdə olduğuna görə həzi, vozu, izi çıxıram 2-5, yəni Y variantını götürürəm. 9-cu sualda a good knowledge of two languages. Demək, baxın söz önü var, of. Söz önü birləşmələrdə dedik, əsas tərəf hansı tərəfdir? Birinci tərəfdir. Yəni biz burada a good knowledge-a baxacağıq. O da təkdə olduğuna görə izi, vozu, həzi götürəcəm. 2, 3, 4, yəni Y variantı doğru cavabdır. 10-cu sualda a number of ifadəsidir. A number of ifadəsində xəbər həmişə cəmdə olur. Were, have, are, 1, 3, 5, A variantı. Cattle malqara deməkdir. Malqara sözü cəmi bildirdiyinə görə 1, 3, 5, yəni C variantını götürəcəm. 12-də yenə söz önü of var. Söz önü birləşmələrdə əsas tərəf birinci tərəfdir. Article sözü cəmdə olduğuna görə 1, 2, 3, yəni Y variantını götürürəm. 13-cü sualda isə söz önü birləşmələrdə yenə əsas tərəf birinci tərəfdir. Product sözü cəmdə olduğuna görə 1, 4, 5, B variantı doğru cavabdır. 14-cü sualda deyir ki, those lamps full. Görürsünüz, söz önü yoxdursa, onda axırıncı sözə baxacağım. Deyir ki, o quzuların yunu çox yumuşaqdır. Söhbət yundan gedir. Yun isə sayıla bilməyən, təkdə olan isim olduğuna görə təkdə olanları seçəcəm. Yəni 3-4-D variantı. 15-ci sual yenə axırıncı sözə baxıram. Sözünün yoxdur ifadədə. Deyir ki, bu qoyunun südü. Süd sözü sayıla bilmədiyinə görə izi götürürəm, vozu götürürəm. 1-5-D variantı doğru cavabdır. 16-da törəmədə mübtədəmiz törəmə ilə ifadə olunub. Ümumiyyətlə yazı saxlayın, 16 dənə törəmə var. Someone, somebody, something, somewhere, anyone, anybody, anything, anywhere, no one, nobody, nothing, nowhere, everyone, everybody, everything, everywhere. Və bütün törəmələrin xəbəri təkdə olur. Təkdə olanların sonunda S olmalıdır. Baxıram ki, will isə gələcək zaman, onun üçün tək cəm fərqi yoxdur. Təklə də işlənə bilir, cəmlə də işlənə bilir. 17-ci sualda yenə törəmədir. Like-sı götürürəm, bir də will like-ı götürürəm. Çünki 2-dəki like cəmi bildirir.
Don't isə o da cəmi bildirir. Doesn't olsaydı götürərdim. 1-4 Y variantı doğru cavabdır. 18-ci sual zırı-zıra dərsinə aiddir. Market sözü təkdədirsə, təkləri seçməliyəm. Təkim isə yalnız is there-dir. Ümumiyyətlə, zırı-zıra ifadəsində əgər cümlənin sonunda sual işarəsi varsa, is-lə are cümlənin qarşısına keçməlidir. Mənim anam və atam, 2 nəfərdir. 2 nəfər olduğuna görə cəmi are götürəcəm. Deyir, balkondadırlar. A bakery çörəkçi deməkdir. Təkdə olduğuna görə is-lə sual verəcəm. Is there olacaq. 21-ci sualda kantin yenə təkdədir. İzlə sual verəcəm B variantı. 22-də my relatives, mənim qohumlarım cəmdə olduğuna görə təkləri çıxacam. A variantında doesn't təkdədir. C variantında has təkdədir. Leaves, is B variantı, amma cəmi bildirir. 23-də my brothers, mənim qardaşlarım cəmdə olduğuna görə don't sleep-i götürəcəm. 24-dədir ki, üzmək və skating eləmək iki şeydən danışdığına görə, ümumiyyətlə, and olanda xəbər cəmdə olur. 25-də 12 ay var. 12 ay sözü cəmdə olduğuna görə elə D variantı da cəmi bildiyinə görə D-ni götürəcəm. The salt and the sugar yenə iki şeydən danışır və cümlədə and varsa C variantını götürürəm. 27-dədir ki, this furniture, söhbət furnituredən, mebeldən gedir. Mebel sözü isə sayıla bilməyən isim olduğuna görə təkdədir, izi götürürəm. 28-də the climate, iqlim deməkdir. Təkdə olduğuna görə izi götürürəm. 30-da a sack of flour, yenə flour, bir kisə un deməkdir. Sözünlü ifadələrdə əsas tərəf birinci tərəfdir deyə sack sözünə baxıram, kisə sözünə. Kisə sözü də təkdə olduğuna görə vozu götürəcəm. 30-cu sualda sözünlü ifadə var yenə, in var. Sözünlü ifadələrdə əsas tərəf birinci tərəf pictures-ə baxacam. Pictures də cəmdə olduğuna görə D-ni götürəcəm. 31-də our neighbors, bizim qonşularımız cəmi bildirirlər. 1, 3, yəni B variantı. 32-də my parents, mənim valideynlərim yenə cəmi bildirdiyinə görə 1, 3, C variantı. 33-də 6 chairs deyir. Ümumiyyətlə, zırı-zırada birinci gələn isim önəmlidir. Birinci gələn isim 6 chairs cəmdədirsə, mən də cəmi götürəcəm, yəni B variantını. 34-də deyir ki, such clothes, belə paltarlar. Paltarlar söz cəmdə olduğuna görə are götürürəm. 2-də is təki bildirir. 4-də də doesn't təki bildirir. Onda 1-3 qalır bizdə C variantı. 35-də yenə such glasses, belə eynəklər sözü cəmdə olduğuna görə are götürürəm. Costu götürürəm. 1-i ona görə götürmürəm ki, feilin sonunda S varsa o təki bildirir. 3-də isə doesn't təki bildirir. 36-cı sualda birincinin xəbəri is təkdədir, ikincinin xəbəri have cəmdədir. Mən də bilirəm ki, the number of-ın xəbəri təkdə olur, a number of-ın xəbəri isə cəmdə olur deyə A variantı. 37-ci sualda have arisen, have varsa cəmi bildirir, has varsa təki bildirir. Demək, birinci cəmi bildirdiyinə görə a number of olacaq, ikinci tərəf təki bildirdiyinə görə the number of olacaq, Y variantı. A number of-la the number of-ın fərqi ondan ibarət ki, a number of çoxlu deməkdir, the number of isə sayı deməkdir. Məsələn, a number of people çoxlu insanlar, amma the number of people insanların sayı deməkdir. 38-ci sualda I don't like to listen to those, mən o kəslərə qulaq asmaq xoşlamıram. Kimlər ki də çox özləri haqqında danışırlar. Burada insanlardan söhbət gedir. İnsanlardan söhbət getdiyinə görə who qoya bilərəm. Və those, yəni insanlar cəmi bildirdiyinə görə speaks yox, speak verəcəm. 39-cu sualda eynidir. Demək, nöqtələrdən əvvəl people, insan sözü canlı gəldiyinə görə who qoya bilərəm. İnsanlar cəmdə olduğuna görə asks yox, sadəcə ask verəcəm ora. 40-cı sualda each of the business letters, yəni of ifadələrinin əsas tərəf birinci tərəfdir. Each təki bildirdiyinə görə ya has verərəm burada, ya da B variantı wasn't verərəm. Sonra ikinci tərəfdə my letter, mənim məktubumda. So do I, nəsə do I dərsi var. Buradadır ki, biznes məktublarının hər birinə cavab verilib, o da deyir ki, mənim məktubuma da. Yəni, mənim məktubum sözdə təkdə olduğuna görə ona da həz verəcəm. 41-ci sualda eyni dərsdir. Bu görürsünüz, so yazıb burada. So do I, nəsə do I dərsi kimi bir şeydir. Employees sözü cəmdə olduğuna görə, məsələn, orada qətiyyən does, məsələn, cəmdə daxı employees, does ola bilməz, həz ola bilməz. Birinci tərəfdə də yenə of var. Of demişik sözünün ifadələrdə əsas tərəf birinci tərəfdə iç təki bildirdiyinə görə tək xəbər ancaq Y variantındadır. Çünki adı sign cəmi bildirir. Feilin sonunda S yoxdur. B-də isə have signed, o da nəyə bildirir? Have signed cəmi bildirir. 42-ci suala baxıram. 42-ci sualda bizə deyir ki, as a result of bad driving, the number of road, the number of var burada. The number of-un xəbəri təkdə olduğuna görə 2 ilə 4-ü götürəcəm, yəni B variantını. 43-cü sualda yenə the number of var. The number of-da
Yenə təki götürməliyəm. 2 ilə 4, yəni Y variantı. 44-cü sualda baxaram nəyə baxa bilərəm. Sözünü ifadə var. Sözünü ifadə əsasları birinci tərəfdir. Birinci tərəfdə school sözü cəmdə olduğuna görə 1, 3, yəni D variantını götürəcəm. 45-ci sualda yenə sözünü var, in var. Gəlin tərcüməsinə baxaq. More than 100 hospitals in different parts of country, ölkənin müxtəlif yerlərində olan 100-dən çox xəstəxanalar, yəni sözün ifadə əsasları birinci tərəfdir. Birinci tərəfdə hospital sözü cəmdədir. Mən də ona görə cəmləri seçməliyəm. Cəmlər isə are-la were-dir deyə 1, 4-ü götürürəm. Sonra gəlim 46-cı suala. Of ifadələrinin əsas tərəfi yenə birinci tərəfdə. İç təki bildirdiyinə görə təkləri saxlayıram. Yəni haven't, are çıxıram. Was-ın has-been arasında qalıram və ikinci tərəfdə baxıram ki, so my friend, mənim dostum da. Dostum sözü təkdə olduğuna görə were yox. Mən orada has-ı da verəcəm. D variantı. 47-ci sualda eyni dərsdir. O ifadələrinin yenə əsas tərəf birinci tərəfdir. Təki bildirməlidir. İkinci tərəfdə employee sözü isə cəmi bildirməlidir. Bir tək, bir cəm olan variant əlbəttə ki, B variantıdır. 48-ci sualda delegating, representing that company. Artıq burada baxıram ki, deyir ki, nümayəndələr, yəni şirkəti təmsil edən nümayəndələr çox isti qarşılandılar. Söhbət burada nümayəndələrdən gedir. Yəni burada artıq tərcümə ilə tapacağam. Nümayəndələr sözdə cəmdə olduğuna görə 1, 2 A variantını götürəcəm. 49-da sözünü var. Sözünü birləşmələrdə əsas tərəf birinci tərəfdir. Voices, səslər sözü cəmdə olduğuna görə 1-i, 2-ni götürürəm Y variantını. These stories, bu hekayələr sözü cəmdə olduğuna görə mən də təkləri çıxıram. Deyir ki, bu hekayələr maraq ilə oxudular, yoxsa oxundular olmalıdır. Burada görürsünüz hamısı cəmdədir əslində. 1-də götürmək olar, 2-də, 3-də, 4-də. Amma məsələ nədir burada? Məchul növdə olan cümlələri seçməliyik. Nəyə görə? Çünki bu hekayələr oxudular, yox, oxundular olmalıdır. Məchul növdə olan isə 3 ilə 4-dür. D variantıdır. Çünki 1-də are read olsaydı götürərdim. 2-də isə have been read olsaydı bin. Axı məchul növdə bilirik. İndiki bitmiş zamanda bin əlavə olmalıdır. 51-ci sualda yenə deyir ki, bu sırğalar ona verilmişdir də, nəsə belə bir şey. Yəni, bu sırğalar verib deyə bilmərəm ki, sırğa nəyisə verə bilməz. Sırğa verilir. Mən ona görə məchul növdə olanları seçəcəm. Were given, bir də will be given. Məchul növ düsturu necə idi? To be üstə gəlsin VH formasında olmalıydı. Ona görə düzgün cavabım C variantıdır. 52-də a number of-dur, 53-də a number of-dur. Bunların xəbərləri həmişə cəmdə olmalıdır deyə. Are, were götürürəm. 2, 3, C variantı. 53-də yenə are, were, 2, 3, A variantı. 54-də the child's toy, uşağın oyuncağı. Uşağın oyuncağı, söhbət uşağın oyuncağı. Yəni, oyuncaq sözü təkdə olduğuna görə axırıncı sözə baxıram. 1, 4, C variantı. 55-də 7 days, 7 gün. 7 gün sözü cəmdə olduğuna görə əlbəttə ki, yenə də cəmi götürəcəm. 56-cı sualda date palm, xurma ağacı. Təkdə olduğuna görə was-u götürürəm. Bir dəqiqə. Təkdə olduğuna görə was-u götürürəm. 57-də no change sözü təkdədirsə, mən də tək götürəcəm was-u. 58-də a lot of traffic təkdə olduğuna görə zerizi götürürəm. 59-da a lot of snow təkdə olduğuna görə yenə zerizi götürürəm. There is a lot of snow, I can't walk. Deyir, o qədər qar var ki, mən yeriyə bilmirəm. Traffic signals, trafik işıqları, siqnalları cəmdə olduğuna görə 1-i, 3-ü götürürəm Y variantını. 61-də isə deyir ki, leather jacket, dəri jaketlər. Dəri jaketlər, jaketlərdən gedir söhbət. Jaket sözü də cəmdə olduğuna görə 1, 3 götürürəm A variantını. 62-də poultry farm, quşçuluq firması, söhbət firmadan gedir. Firma sözü də təkdə olduğuna görə 4-ü götürürəm, 5-i götürürəm və cavabım olacaq mənim D variantı. 63-də schools, məktəblər sözü cəmdə deyə 3, 5, A variantını götürəcəm. 64-də all the buildings, bütün binalar, söhbət binalardan getdiyinə görə are cəmi götürəcəm. 65-də the prices, qiymətlər cəmi götürəcəm. 2 ilə 3, yəni axırı E ilə qutaranlar. 66-da isə sözünü var. Sözünü ifadələr əsas tərəf birinci tərəfdir. Various source-a baxacağım və cəmdə olduğuna görə 1-i, 3-ü, 5-i götürəcəm A variantını.
67-də of ifadələrində əsas tərəf birinci tərəfdə iç təki bildirdiyinə görə birinci tərəfə tək verəcəm. İkinci tərəfdə deyir ki, so my friends, mənim dostlarım da. Dostlar sözü cəmdə olduğuna görə biri tək, biri cəm, yəni C variantı uyğun gəlir. 68 də eynidir. Yenə biri tək, içə görə təki, my classmates cəmdə olduğuna görə tək, cəm, D variantını götürəcəm. 69-da of ifadələrində əsas tərəf birinci tərəfdə list sözü təkdə olduğuna görə təkləri 1-i və 4-ü götürəcəm, Y variantı. 70-ci sualda a lot of walking, çoxlu gəzinti sözü təkdə olduğuna görə mən də təki seçəcəm, yəni sonda S olanı seçəcəm. 71-də isə yenə sözünlü ifadələrdə əsas tərəf birinci tərəfdə, paket vedrə sözü təkdə olduğuna görə vozu, izi götürəcəm, 2 və 4 C variantı. 72-də yenə sözünlü ifadələrdə əsas tərəf birinci tərəfdir. Love kündə deməkdir, təki bildirir deyə 2, 4 A variantı. The child təkdədir deyə was və is 2, 4 yəni Y variantını götürəcəm. 74-cü sualda this book, bu kitab sözü təkdə olduğuna görə 2 və 4 B variantını. An important meeting, acib bir iclas sözü təkdə olduğuna görə was-u götürəcəm. 76-da an interesting article, maraqlı bir məqalə. Məqalə sözü təkdə olduğuna görə was-u götürəcəm. 77-də isə this, baxıram ki, this-dən sonra cəm gəlməlidir. Axı biz geçmişik ki, işarə vəzlər 4 dənədir. This, that, this, those. This ilə those o cəm bildirir, amma this ilə that təki bildirir. This cəm bildirdiyinə görə were, are, 1, 3 B variantını götürürəm. Z-də cəm bildirdiyinə görə yenə were, are, 1, 3 A variantını götürürəm. 79-da some juice, biraz meyvə şirəsi. Meyvə şirəsi sayıla bilməyən təkdə olan isim olduğuna görə vozu və izi 2, 4 B variantını götürəcəm. 80-ci sualda some water, biraz su, sayıla bilməyən təkdə olan isimdir. Ona görə was və is 2, 4 A variantını götürürəm. 81-də document sözü cəmdə olduğuna görə are, were, 3, 4 yəni A variantı. 82-də isə and varsa, and olanda xəbər həmişə cəmdə olur deyə 1, 3 və Y variantını götürəcəm. 83-də cruelty and hatred. Demək, iki şeydən danışır, yenə and var, xəbər cəm olacaq 1, 2, yəni C variantı. 84-də isə growing plants. Ümumiyyətlə saxlayın ki, cümləmiz ing ilə başlayan feil ilə başlayırsa, bu C nöqtəsidir. Və həm də xəbər həmişə təkdə olur. İkinci tərəfdə yenə keeping görürsünüz, ing ilə başlayıb yenə cümləmin mübtədəsi. İndi mən bilirəm ki, artıq is olmalıdır. İz olan variantda elə A variantındadır. 85-də different types sözü cəmdə olduğuna görə birinci tərəfə cəm verəcəm. İkinci tərəfdə yenə fewer particles, yəni burada yenə cəm var. Cəm olan variant are, Y-də var, bir də A-da var. İkinci tərəfdə gedir, and the temperature və temperatur. Temperatur sözü təkdə olduğuna görə feilin sonuna S artıracağım, false olacaq. Çünki mübtədəm təkdədirsə, xəbərim də təkdə olur. Təkdə olanda isə feilin sonuna S əlavə olunur. New clothes sözü cəmdə olduğuna görə yeni paltarlar, cəmi götürürəm 3-ü və 4-ü götürürəm, D variantı. 87-ci sualda this painting, bu rəsm təkdə olduğuna görə həzi götürə bilərəm, will-be-ni götürə bilərəm, izi götürə bilərəm. 2, 3, 4 B variantı. 88-ci sualda isə reporters, məruzəçilər, mübtədəmdir. Mübtədəm cəmdədirsə, mən də cəmləri 2-ni, 3-ü will dedim axı, onun üçün fərqi yoxdur. Will təkdə də işlənə bilir, cəmdə də işlənə bilir. Ona görə Y variantı. 89-da your skirt, sənin yubqan və sənin yubqan yuyulub, sənin şalvarlarında. Birinci təkdədir, ikinci cəmdədir. Bir tək, bir cəm olan variant isə D variantıdır. 90-cı sualda isə deyir ki, these composers music, bu bəstəkarların musiqiləri. Musiqilər sözü, musiqi sözü sayıla bilməyən təkdə isim olduğuna görə 1-i və 3-ü götürürəm. 91-ci sualda isə sözünü var. Sözünü ifadələr əsas tərəf birinci tərəfdir. Hekayələr sözü cəmdə olduğuna görə 2-ni, 4-ü götürürəm. 2 və 4. İndi bir də deyirsiniz 5 niyə olmur? Çünki will-dən sonra mütləq feil gəlməli idi. Amma will-bu olsaydı götürərdim onu da. Sözünü birləşmələrdə əsas tərəf birinci tərəfdir. Some boys sözü cəmdə olduğuna görə 2-ni götürürəm. 4-ü götürürəm və 5-i götürürəm. 2, 4, 5 düzgün cavabım olur. Deyir ki, bəzi oğlanlar sinifimizdə yalan danışmaqdan qorxurlar, qorxmurlar və qorxurdular. Yəni keçmiş zamanındadır, amma cəmi bildirir. Bitdi məncə testlər, bəli bitdi.